Salam, mən Fizik Akademinin təlimçisi və monitorinq vəsaitinin müəllifi Firuzə Hüseynli. Bugün sizə vəsaitimizdən 4-cü monitorinq sınağının izahını verəcəm. Azərbaycan dili fənninin suallarını izah edəcəm və keçən ildən tətbiq olunan yeni tipə əsasən ilk 3 sual heç bir mətnə əsaslanmır. Vəsaitimizi əldə etmək üçün ekranda gördüyünüz 055 527 25 99 nömrəsinə yaza bilərsiniz və yaxud da istənilən kitabxanaya yaxınlaşaraq əldə edə bilərsiniz. Birinci sual deyir ki, cümlələrin birində heyvan şəxsləndirilib. Baxın, biz mövzuları elə tərtib etmişik ki, mütləq şəkildə bunlar dərsi ilə uyğunlaşır, proqramınızı tam əhatə edir. Və 4-cü sinifdə heyvanların şəxsləndirilməsi deyə dil qaydası var ki, bu sualda məhz həmin qaydaya əsaslanır. Qartal dağın zirvəsində yuva qurmuşdu, pişik sakitcə yem axtarırdı, itin sahibinin yolunu səbirsizliklə gözləyən pişiyə yazığı gəlirdi, at otluqda qaçaraq oynayırdı. Deməli, baxın, bu sualda şəxsləndirmədən söhbət gedir. İtin sahibinin yolunu səbirsizliklə gözləyən pişiyə yazığı gəlirdi. Burada itin yazığı gəlməsi əslində insanın yazığı gəlir də nəyəsə və yaxud da kiməsə. Yəni burada bir xas olan xüsusiyyət köçürülüb və istənilən halda böyük ilə yazılmalıdır şəxsləndirilən. At otluqda qaçaraq oynaya bilər, qartal dağın zirvəsində yuva qura bilər, pişik sakitcə yem axtara bilər, amma itin pişiyə yazığı gəlməsi, çünki heyvanlarda şuur tam formalaşmayıb yazığı gələcək dərəcədə. Burada bir şəxsləndirmə var. İkinci sualda deyir ki, birində saytın yazılışında səhvə yol verilmişdi. Nümayiş, nəqərat, kompot, müdür yox, müdir yazılmalıdır. Ona görə də cavab B bəndidir. Üçüncü sualda söz boğçasına əsaslanan sual tipi 3-cü sualda yer almışdı. Onun gözlərində elə bir baxış vardı ki, adamın ürəyi göynəyirdi. Bu cümlədə göynəmək sözü. İnsanın ürəyi göynəməyi o mənada demir. Yəni, belə deyək də, onun gözündəki o baxışı biz görəndə ürəyimiz ağrıyırdı. Ağrımaq mənasında, kədərlənmək mənasında. D-da qəzəb doğuran əsəbləşmək deyil, fiziki narahatlıq deyil, sevincdən insanı təsirləndirən sevinc deyil, ürəyi yandıracaq qədər dərin ağrı və kədər hissi oyadan, bəli, cavabımız A bəndidir. 4-dən 12-yə qədər suallar şəkilli, baxın, şəkildə keçən ildən yeni çıxmış mətn tipidir. Əvvəl bədii və elmi olmaqla 2 mətn olurdu. Lakin bu ildən, daha doğrusu keçən ildən, 2025-ci ildən 3 mətn salındı ki, birinci mətn də şəkilli mətn idi. İndi isə gəlin mətnimizə baxaq, yazının səssiz dili. Qələm insan mədəniyyətini və inkişafının ayrılmaz bir hissəsi olmuşdur. Əsrlər boyu insanlar fikirlərini, hisslərini, kəşflərini və xatirələrini yazıya köçürmək üçün müxtəlif vasitələrdən istifadə etmişlər. Bu vasitələrin içində qələm öz funksionallığı və sadəliyi ilə seçilərək zamanla əvəz olunmaz hala gəlmişdir. Bugün gündəlik həyatımızda demək olar ki, hər kəsin istifadə etdiyi bir əşya olan qələm əslində bir zamanlar insan zəkasının, yaradıcılığının və mədəniyyətinin simvolu hesab olunurdu. Qələmin tarixi çox qədim dövrlərə, Misir və Mesopotamiya sivilizasiyalarına qədər gedib çıxır. Həmin dövrlərdə insanlar yazmaq üçün tükdən, sapa bənzər bitkilərdən, taxta çubuqlardan və daha sonra quş ləçəklərindən istifadə etmişlər. Ləçəklərin ucu kəsilərək mürəkkəbə batılır və yazı yazılırdı. Bu üsul əsrlər boyu belə davam etdi. Daha sonra texnologiyanın inkişafı ilə metal uclu mürəkkəb qələmlər, şar qələmlər, gel və roller qələmlər meydana gəldi. Hər bir yeni qələm növü insan həyatını daha da asanlaşdırdı və yazı yazma prosesini daha səliqəli və rahat etdi. Qələm sadəcə yazı vasitəsi deyil, həm də insanın düşüncə və yaradıcılıq qabiliyyətinin ifadə etdiyi bir vasitədir. Bir yazıcı əsərini yazarkən, bir şair ilhamla misralar düzüb qoşarkən
və ya bir alim müşahidələrini qeyd edərkən qələmdən istifadə edir. Bəzən bir qələm böyük ideyaların başlanğıc nöqtəsi, bəzən isə duyğuların dərinliklərindən gələn səssiz bir dil olur. Kağız üzərindəki hər xətt, hər nöqtə insan beyninin məhsuludur və bunu həyata keçirməyə kömək edən vasitə məhz qələmdir. Qələmin bir çox növləri mövcuddur və hər növün öz üstünlükləri var. Məsələn, şar qələm gündəlik istifadə üçün daha uyğundur. Çünki onun mürəkkəbi tükənməyən sistemlə ötürülür və uzun müddət istifadə edilə bilir. Gel qələmlər daha axıcı və aydın yazı üçün seçilir. Mürəkkəbli qələmlər isə xüsusi sənədlər və imzalar üçün istifadə edilir. Çünki yazı silinmir və qalıcı olur. Müasir dövrdə texnologiya ilə yazı yazmaq mümkün olsa da, əllə yazmanın və qələmlə istifadə olunan sözlərin özünə məxsus dəyəri hələ də qorunur. Qələm məktəbdə ilk yazı öyrəndiyimiz gündən bizimlə bir yoldaş olur. Uşaqlar ilk dəfə əlifbanı qələm vasitəsilə yazır. İlk hekayələrini qələm ilə kağıza köçürürlər. Qələm insanın öyrənməsi, özünü ifadə etməsi və dünyaya baxışını bildirməsi üçün bir vasitədir. Hər bir insanın həyatında bir qələm izi vardır. Bəlkə bir məktubda, bəlkə bir gündəlikdə, bəlkə də bir imtahan kağızında. Qələm eyni zamanda səliqə, məsuliyyət və diqqəti də göstəricisidir. Təmiz və oxunaqlı yazmaq üçün insan diqqətli olmalıdır. Bu da insanın özünə qarşı intizamlı olmasını, dəqiq düşünməyi və sərgilə işləməyi öyrədir. Buna görə də qələm təkcə yazı aləti yox, həm də tərbiyəvi əhəmiyyətə malik bir əşyadır. Nəticə olaraq demək olar ki, qələm insan həyatının ayrılmaz bir hissəsidir. O sadə görünsə də dərin mənalar daşıyan bir əşyadır. Qələmlə yazılmış hər bir söz, düşüncə və ya hiss gələcəyə iz buraxır. Texnologiya nə qədər inkişaf etsə də, qələmin verdiyi hiss, yazının əllə yaradılması, fikrin kağız üzərində canlanması heç vaxt dəyərini itirməyəcək. Qələm yalnız bir vasitə deyil, insan ruhunun, düşüncəsinin və yaradıcılığının fiziki təcəssümüdür. Bizdən mətnə əsasən doğru fikri istəyir. Qələm yalnız köhnə zamanlarda istifadə edilmiş, xeyr, yalnız köhnə zamanda deyil, hal-hazırda da istifadə edilir. Qələm insanın yaradıcılığını, düşüncəsini ifadə edən, mədəniyyətin əhəmiyyətli hissəsi olan bir vasitə. Bəli, bu mətndə deyilmişdi. Qələm yalnız məktəbdə səhvdir. Qələm yalnız mürəkkəbli və şar qələm olur. Xeyr, gellə yazılan növləri də var idi. Deməli, cavab B bəndidir. Mətndə hansı suala cavab yoxdur? Qələmin tarix boyu necə inkişaf keçdiyi. Bu var idi. Mətndə də deyirdi ki, qələm əvvəllər məsələn mürəkkəblə yazılırdı, indi müxtəlif növləri var. Qələmin hansı növləri olduğu və bəli, növlər də qeyd olunmuşdu, fərqləri də bildirilmişdi. Qələmin qiyməti və satıldığı yerlər yox idi. Belə bilirik, harda satılır, qiyməti təqribən nə qədər olur, amma sırf mətnimizdə belə bir fakta rast gəlmədik. Qələmin insanın təhsil və yaradıcılıq həyatındakı rolu bu da var idi ki, alimin də qələmi olur. Qələm yalnız yazı aləti deyil, həm də bizdə nə deyirdi? Həm də insanın düşüncə və yaradıcılığını ifadə edən vasitədir. Bu cümlə mətndə var idi, oradan tapıb tamamlamaq lazım idi. Verilən fikirlərdən biri qələmə aid deyil. Baxın, belə suallarda həmişə diqqətli olun. Birinci aiddir, aid deyil. Bunu müəyyən edin, xətt çəkin. Daha sonra baxın suallara. Deyir ki, qələm müxtəlif növlərdə olur və hər birinin öz üstünlükləri var. Düz deyir. Qələm insanın düşüncə və yaradıcılığını ifadə edən vasitədir, düz deyir. Qələm yalnız rəqəmlərin hesablanması üçün istifadə olunur desək gülərlər, çünki orada əlifbanı xüsusilə vurğulamışdır. Yəni cavab C bəndidir. Yazı öyrənmək üçün də əlbəttə vacibdir. Mətnə əsasən qələmin hansı xüsusiyyəti vurğulanmamışdır? Bax, bunu da xəttlədim. Qələm insanın yaradıcılıq qabiliyyətini ifadə edir, düz deyir. Qələm müxtəlif növlərdə olur və hər növün öz üstünlüyü var, düz deyir. Qələm yalnız rəqəmləri hesablamaq üçün istifadə olunur, səhv deyir. Yəni cavab C bəndidir. Vəsaitimizdə eyni zamanda abzaslarla bağlı suallar da yer alır ki, bu
2025-ci ilində imtahanında öz əksini tapmışdı və növbəti illərdə də düşməsi belə deyək, nəzərdə tutulan tiplərdəndir. Yarımbaşlıq istəyir bizdən. 5-ci abzası hansı yarımbaşlıqla adlandırmaq olar? Gəlin 5-ci abzası tapaq. 5 buradadır. Qələm yalnız deyir, məktəbdə deyil də, burada davamıdır. Qələmin həyatdakı izindən, qələmin faydasından, qələmin rolundan danışır. Deməli, mənə uyğun cavab qələmin təhsil və şəxsi inkişafda rolu, yəni cavab A bəndi. Qələmin tarixindən danışmır tamamilə. Qələmin müxtəlif növlərindən danışmır. Texnologiya ilə əlaqəsindən danışmır. 6-cı abzası da 10-cu abzası idi və o abzasda nədən danışırdı? O abzasda qələmin insanın intizamlılıq və bəli, diqqət göstəricisi olmasını bildirməkdən danışır. Niyə? Hardan bildik? Çünki qələm qeyd etmişdi ki, insanın, baxın 6-cı abzasa, səlqə, məsuliyyət, diqqət, düşünmə, səlqəli işləmə, intizamlı olma. O səbəbdən də yəni cavab C bəndidir. Qələmin tarixi hansı abzasda idi? Əlbəttə 2-ci abzasda idi. Gəlin onu da göstərək. 2-ci abzasda baxın, qələmin tarixi çox qədim dövrlərə gedib çıxır. Deməli, orada da 2-ci abzasda özünü göstərib. Qələm haqqında şəkildə verilmiş məlumatları müəyyən edin. Baxın, indi bu şəkilə qayıtmalıyıq ki, görək şəkildə hansı məlumatları vermişdi. Bax, karandaş verib, bir də qələm verib. Məndən istədiyi qələmdir. Materiallardan hazırlanması verib. İmzalar və rəsmi sərgilər üçün silinməsi mümkün deyil. Oxudum. İndi gələm cavabları seçməyə. Hazırlanma materialı verilib. İstifadə sayəsi harda istifadə olunur, verilir. Müvəqqəti dövrü üçün verilməyib. Qrafitlə yox, mürəkkəblə yazıdan danışır. Ona görə 1-3-B bəndi. 13-dən 21-ə qədər olan suallar bədi mətnə əsaslanır, yəni ikinci mətnə. Və ikinci mətn nisbətən uzun olur. Bizim vəsaitdə də uzun olma səbəbi odur ki, yenə də vurğulayıram, hər izahda vurğulayıram ki, 2025-ci il imtahanında mətnin həcminin olduqca böyük düşməsi, yəni heç bir vəsaitdə indiyə qədər o həcmdə mətn olmamışdı deyə şagirdlər o tip mətnləri öyrəşməmişdilər və o səbəbdən də əlbəttə ki, çox şagirdin Azərbaycan dili nəticəsinin zəif gəlmə səbəbi məhz mətnin ölçüsünün böyük olması və şagirdlərin buna alışıq olmaması idi. Çünki mətn böyük olduğu zaman şagirddə artıq səbir çatmadı oxumağa və nəticə etibarilə səhvlər də çox çıxdı, boşlar da çox çıxdı. Biz ona görə yəni kiçik mətnlər də var, böyüklərə əsasən yer vermişik ki, şagird bu problemi aradan qaldırsın. Yenə də qeyd edirik, vəsaitimiz hər bir kitabxanada satışda var. İstənilən kitabxanadan yaxınlaşaraq əldə edə bilərsiniz və yaxud da ekranda gördüyünüz 055 527 2599 nömrəsinə yazaraq da əldə edə bilərsiniz. Mətnimizin adı ədalətdir. Köhnə Dağ kəndində Həsən adlı bir kişi yaşayırdı. Onu kənddə tanımayan yox idi. O nə müəllim idi, nə də məmur. Sadə bir dülgər idi. Ağac yonar, stol, beşiyi, sandıq düzəldərdi. Amma onu kəndin gözü qabağında dəyərli edən bu sənəti deyildi. Həsənin ən qiymətli xüsusiyyəti onun düzgünlüyü, ədalət hissi və haqqı qorumaq cəsarəti idi. Atası ona çox kiçik yaşlardan bir həyat dərs vermişdi. Oğul, dünyada 2 yol var. Biri asan və susqun yol, digəri çətin və haqqı demək yolu. Sən həmişə ikincini seç. Həsən bu sözləri həyatının hər mərhələsində özünə bələdçi seçmişdi. Uşaqlıqdan çalışqan, düzgün və düşüncəli idi. Heç vaxt başqasının haqqına girməz, haqsızlıq görəndə susmazdı. Bir dəfə hələ məktəbli ikən müəllim qiymətləri səs salıb zəif oxuyan uşağa əla yazmışdı. Həsən müəllimin yanına gedib demişdi. Müəllim, bu qiymət mənə yox, başqasına düşməli idi. Bunu deyəndə sinif gülmüş, bəzi uşaqlar onu axmaq adlandırmışdı. Amma müəllimin gözləri dolmuş,
halda başını tərpədərək demişdi. Sən nə qədər az olsan da, haqq səninlə çoxdur Həsən. İllər keçdi, Həsən böyüdü, evləndi, 2 övladı oldu. Uşaqlarına da hər gün eyni prinsip aşılayırdı. Övladlarım, insanın geyimi, evi, pulu, bunlar ötəri şeylərdir. Amma vicdanı təmizdirsə, o insanın dəyəri ölçülməzdir. Kəndin bir kənarında, təpənin ətəyində kiçik bir emalatxanası var idi. Gələn gedən bitməzdi. Həsən heç kimə yox deməzdi. Kasıbın işini pula baxmadan görərdi. Amma rüşvətə, yalana, hiləyə əsla yol verməzdi. Bir dəfə imkanlı bir kənd sakini qonşusunun torpağını əlindən almaq üçün Həsəndən saxta şahidlik etməsini istəmişdi. Həsən bir an belə tərəddüd etmədən demişdi: "Mən bu əllərlə çörək qazanıram, amma dilimlə haqq yiyəsi deyiləm." Bu söz kənddə ildırım kimi yayılmışdı. İnsanlar onun bu cəsarətinə heyran qalmışdı. Elə həmin ildən kəndin ağsaqqalları bir məsləhət düşəndə məsləhət almaq üçün ilk Həsənə üz tutardılar. Bir il kəndə böyük bir layihəyə gəlmişdi. Hökumət tərəfindən verilən məhsuldar torpaq sahəsi kənd sakinləri arasında bölünməli idi. Qanuna görə torpaq ehtiyacı olanlara verilməli idi. Lakin kəndin bəzi varlıları araya adam salıb sahələri öz adlarına keçirmək istəyirdilər. Toplantı keçirildi. Kənd cəmaatı, nümayəndələr, ağsaqqallar bir araya gəldi. Gərginlik hiss olunurdu. Çünki hər kəs bilirdi. Bu məsələ ya ədalət, ya da ədalətsizliklə nəticələnəcəkdi. İclasda varlılardan biri ayağa qalxıb dedi: "Biz kəndə çox xidmət etmişik. Bu torpağa sahib olmaq haqqımızdır." Kasıblar susurdu. Kiminsə səsi çıxmırdı. Birdən Həsən ayağa qalxdı. Baxışları sakit, amma qətiyyətli idi. "Əgər xidmət etdinizsə Allah görür. Amma haqq başqasına çatırsa, ona əl uzatmaq nə vicdana, nə də qanuna sığar. Bu torpaq bu kəndindir. Vəzifə var-dövlət sahiblərinin deyil." O an kənd cəmaatı Həsənin ətrafına toplandı. Biri dedi: "Biz Həsən kimi olmaq istərdik, amma qorxuruq." Həsən isə gülümsəyərək cavab verdi: "Qorxu tək olanda güclüdür. Amma birlikdə dayananda, haqla yanaşı olanda qorxu kölgəyə çəkilir." İclasın sonunda qərar dəyişdi. Torpaq ehtiyacı olan ailələrə verildi. Həmin gün Həsənin adını hər evdə hörmətlə andılar. Onun etdikləri bir insanın necə böyük bir fərq yaradacağını sübut etdi. İllər keçdi, Həsən yaşlandı. Ömrünün son illərində çox danışmazdı. Ancaq hər bazar günü kəndin uşaqlarını başına yıxar, onlara ibrətamiz hekayələr danışardı. Sonuncu dəfə danışdığı söhbətdə belə demişdi: "Yaxşı insan olmaq çətindir, amma mümkün deyil deyə bir şey yoxdur. Əgər sənin bir səsin varsa, onu haqq üçün qaldır. Əgər gücün yoxdursa, heç olmasa haqqın qarşısında susma." Həsən vəfat etdikdən sonra kənddə hər kəs onun üçün yas saxladı. Emalatxanası muzeyə çevrildi. Kəndin məktəbinin qarşısına onun şərəfinə lövhə qoyuldu. Orada bu sözlər yazılmışdı: "Ədalət deyəndə bir ad düşərdi. Həsən usta, o sadə bir dülgər idi. Amma insanlara nəfsin deyil, vicdanın səsini öyrətdi." Mətin bitdi. Uzun mətin idi, amma rahat mətin idi. Həsənin kənd iclasında dediyi sözlər nə ilə nəticələndi? Qərarın dəyişməsi ilə nəticələndi. Yəni torpaqlar ehtiyacı olanlara verildi. Həsənin kənddə nüfuzlu biri kimi qəbul edilməsinin əsas səbəbi nə idi? Düzgün danışması idi, vicdanlı olması idi. Deməli, cavabımız olacaq C bəndi. 15-ə baxırıq. Həsən aşağıdakı prinsiplərdən hansını həyatın əsas yolu kimi seçmişdi? Onun həyatın əsas yolu nə idi? Haqq, ancaq haqq deyirdi. Çox danışmamaq mı? Xeyr. Yalnız öz ailəsi üçün çalışmaq? Xeyr. Hər kəsə xoş gəlmək? Xeyr. Haqqın tərəfində dayanmaq və heç zaman haqsızlığa göz yummamaq. Həsənin ölümündən sonra kənd cəmaatı onun haqqında nə etdi və bu nəyi göstərirdi? Onun xatirəsi üçün lövhə qoydular və sözlərini yazdılar. Yəni, cavab A bəndidir. Qorxu tək olanda güclüdür, amma birlikdə dayananda, haqla yanaşı olanda qorxu kölgəyə çəkilir.
Baxın, qorxudan danışır, düzdürmü? Nə ola bilər? Birlikdən danışır. Qorxudan uzaq durmaq üçün tək qalmaq lazımdır. Xeyr. İnsan haqqı müdafiə etdikdə belə qorxu tamamilə yox olur. Bax, bu fikir doğru səslənə bilər. Amma gördünüzmü, orada birliyi də vurğulayırdı axı. Birlik və ədalət deyir, qorxunu gücsüzləşdirir. Bəli, orada da ikisinin birliyindən danışırdı. Bu tip sual da 2025-ci ildə düşən tiplərdəndir. Mövzu ideya. Mətnin mövzusu nə idi? Mətndə mövzu olaraq nədən danışırdı? Kənd həyatı deyil idi. Ədalətsizlik deyil idi. Dostluq da deyil idi. Cavab oldu vicdan və dürüstlük. İdeya da budur ki, haqqın yanında olan insan cəmiyyətdə dəyər qazanır. Həsən ədalətsiz torpaq bölgüsünə qarşı çıxmasıydı. Hansı nəticə ola bilərdi? Əgər qarşı çıxmasıydı, heç nə bölünəcək idi, varlılara, zəiflər qalacaqdı kənarda. Yəni cavab B bəndi. A-da birlik və ədalət daha da möhkəmlənərdi, səhvdir. Hər kəs məmnun qalmazdı və torpaqlar da ki, təbiətə qaytarılardı deyə bir şey deyə bilmərik. Bir mətnin hissələrinə yarımbaşlıq ola bilməz. Görək hansı ola bilməz? Vicdanla böyüyən bir uşaq, bu ola bilər. Haqqı qoruyan dülgər, bu da ola bilər. Təbiətə sevgi və bağlılıq ola bilməz. Cəmiyyətə ədalətli dəyişimi, bəli, bu da ola bilər. Çünki mətndə təbiətə sevgidən danışmırdı. Mətnin məzmununa əsasən cavablardan neçəsi doğrudur. Həsən kənddə nüfuz qazanmışdı, çünki həmişə haqqı qoruyurdu, düz deyir. Torpaq bölgüsü zamanı Həsən susaraq hadisələri kənardan izlədi. Həsən susur və hadisələri kənardan izləyir. Xeyr, o dillənir əksinə. Həsənin uşaqlıqdan doğruluğuna, sadiqliyinə, onun xarakterini özüm göstərirdi. Kənd cəmaatı Həsənin ölümündən sonra onun xatirəsini yaşatdı. Həsən haqqı müdafiə etdiyi üçün kəndi tərk etməyə məcbur oldu. 1, 2... bir də 3. 3 dənə seçdik. Yadımızdan nəsə çıxmayıb ki. Baxaq. Həsən haqqı deyir, müdafiə etdiyi üçün kəndi tərk etməyə məcbur oldu. Xeyr. Yəni cavab C bəndidir. (22-dən 30-a qədər olan sualları isə sonuncu mətndən əlaqədərdir. Bir daha vurğulamaq istəyirəm ki, vəsaitimizi əldə etmək üçün istənilən kitabxanaya yaxınlaşa bilərsiniz və yaxud da ekranda gördüyünüz nömrədən sifariş verə bilərsiniz. Və bunu da qeyd edim ki, əgər siz də vəsait əldə etmişsinizsə, işləyirsinizsə, rəylərdə bunu bizimlə bölüşməyiniz bizim üçün də böyük bir motivasiya olmuş olar. Keçmişlə gələcəyin səssiz qarşı durması. İnsanlığın bilik axtarışı uzun əsrlər boyu kitabla bağlı olub. Kitab kağız üzərində sözlərin daşıyıcısı, min illərin yaddaşı, bəşəriyyətin irsidir. Lakin texnologiyanın inkişafı ilə yeni bir forma meydana çıxdı. Elektron kitab, yəni rəqəmsal oxu vasitəsi. Görünüşcə fərqli, mahiyyətcə bənzər olan bu iki əşya arasında həm ortaq, həm də mühüm fərqlər mövcuddur. Kitablar kağızdan hazırlanır. Onların fiziki olaraq toxunula bilən, əllə vərəqlənən, rəfinizə düzülə bilən real əşyalardır. Onun qoxusu, vərəqlərinin xışıltısı və səhifələrini çevirərkən yaranan duyğu bir çox insan üçün əvəz olunmazdır. Kitab oxuyarkən insan zamanın içində yavaş-yavaş hərəkət edir. Gözlər, əllər və bəzən ruh belə bu sakit sükutda iştirak edir. Elektron kitabı isə fərqli bir mühitin təqdim edir. O, bir planşet, telefon və xüsusən kitab oxuyucu vasitəsindən istifadə olunur. Elektron kitablar rəqəmsal olduğu üçün onlarla kitab bir cihazda daşımaq mümkündür. Bu xüsusilə səfərlərdə və məhdud sahədə olduqca rahatdır. Axtardığın söz və ya bölməni saniyələr içində tapmaq
yazını böyütmək, səhifəyə qeyd yazmaq kimi üstünlükləri var. Lakin bu rahatlığın əksi bəzi çatışmazlıqlar da var. Elektron kitablar göz yorğunluğu yarada bilər. Cihazın enerjiyə ehtiyacı var və uzun müddət ekrana baxmaq insanda bezginlik hissi doğura bilər. Digər tərəfdən real enerji tələb etmir və gün işığında daha rahat oxunur və gözlər üçün daha uyğundur. Kitabın bir üstünlüyü də onun emosional dəyəridir. İnsanlar hədiyyə olaraq sevdiklərinə kitab verirlər. Əllə yazılmış qeydlər, altından xətt çəkilmiş cümlələr, bir səhifədəki tarixlər, bütün bunlar kitabı bir xatirəyə çevirir. Elektron kitablar isə bu duyğunu tam verə bilmir. Ətraf mühit baxımından da hər iki formaca müsbət və mənfi tərəfləri var. Kitab kağızdan hazırlandığı üçün ağac kəsimini artırır, lakin uzun ömürlüdür. Elektron kitab isə kağıza qənaət edir, amma elektron tullantı və enerji istifadəsi baxımından narahatlıq doğurur. Nəticə etibarilə kitabda, elektron kitabda biliyi aparan yolların iki fərqli yoludur. Hər biri fərqli şəraitlər üçün daha münasibdir. Mətnin məzmununa əsasən aşağıdakılardan hansı fikri söyləmək olar? Gəlin baxaq. Deməli, elektron kitablar emosional dəyər baxımından ənənəvi kitabdan xeyr, emosional dəyər ənənəvi elektronda deyil idi, ənənəvi kitabda idi. Gələcəkdə ənənəvi kitablar belə bir fikir söyləyə bilmərik, sıradan çıxarılacaq deyə. Həm kitab, həm də elektron kitab oxuma vərdişi olan insanlar üçün daha çevikdir. Xeyr, elektron kitablarda vərdiş nisbətən aşağıdır. Kitab və elektron kitab bir-birini inkar edən deyil, tamamlayan vasitədir. Bəli, çünki oxşarlıqları kifayət qədər var idi. Mətndə əsasən yanlış fikir istəyir kitab haqqında. Gəlin baxaq. Kitab kağızdan hazırlanır və fiziki olaraq toxunula bilir. Bu doğrudur. Kitab emosional dəyər daşıyır və xatirə kimi saxlanıla bilir. Kitab yalnız elektrik enerjisi xeyr, elektrik enerjisi ilə işləyən elektron kitabdır. Elektron kitab haqqında yanlış fikri istəyir. Bunu baxan kimi gördüm ki, artıq cavab B-dir. Çünki elektron kitablar bir cihazda daşımaq mümkündür, düz deyir. İstənilən vaxt, istənilən yerdə oxuna bilərmi? Xeyr, istənilən vaxt oxuya bilmirik və enerji tələb edir əlbəttə ki, çünki gözlərindən də bir enerji gedir. Ona görə də elə cavab olacaq B bəndi. 25-də davam edirik. Hansı bənddə səbəb-nəticə əlaqəsi pozulub? Elektron kitablar cihazda saxlanıldığı üçün çoxlu sayda kitabı bir yerə daşımaq mümkündür. Bu doğrudur. Kitab kağızdan hazırlandığı üçün təbiətə zərər verə bilər. Doğru deyir. Qələmlə oxuduğuna görə kitabı oxumaq daha rahatdır. Burada qələmlə oxumaqdan danışmırdı. Yəni elə pozulan cavab C bəndidir. Kitab oxumaq insanda hansı keyfiyyəti inkişaf etdirir? Düşünmə və təhlil etmə bacarığı, yəni A bəndi. Mətnin məzmununa əsasən yanlış fikri müəyyən edin. Kitablar emosional dəyərdir. Bəli. Elektron kitablar axtarış və rahatlıq baxımından funksionaldır. Düz deyir. Kitab və elektron kitab bir-birini əvəz edən deyil, tamamlayan vasitədir. Düz deyir. Elektron kitablar həmişə doğru məlumatı göstərirmi? Xeyr. Cavab D bəndidir. Mətnə əsasən kitab və elektron kitab fərqləndirici məqsəd və xüsusiyyətləri ilə bağlı hansı yanlışdır? Gəlin görək hansı fikri yanlışdır. Kitablar emosional bağ və xatirələri yaratmaq baxımından üstündür. Düz deyir. Elektron kitablar eyni anda bir neçə nəfər tərəfindən rahatlıqla istifadə edilə bilər. Kitabdan istifadədən danışmırdı ki orada. Düzdürmü? Ona görə də yəni bu yanlışdır. 29-da biri kitab və elektron kitabın oxşar xüsusiyyətidir. Görək oxşar hansı olacaq? Hər ikisi fiziki toxunuş hissi verir. Xeyr. Hər ikisi yalnız texnoloji cihazla istifadə olunur. Xeyr. Hər ikisi bilik və informasiyanı ötürmək məqsəd daşıyır. Yəni cavab C bəndi. Sonuncu suala baxırıq. 5-ci abzası hansı yarım başlıqla adlandırmaq olar? Gəlin 5-ci abzası tapaq. 1, 2, 3,
4, 5. Aha, baxdım. İndi qayıdıram bura. Hə, 30-cu sualda. Hansı yarım başlıqla adlandıra bilərik biz onu? Çünki kitabın nədən danışırdı? Bir xatirəyə çevrilən dostdan. O səbəbdən cavab olacaq A bəndi. Beləcə izahın sonuna gəldik. Nəticələrinizi bizimlə bölüşməyi unutmayın. Eyni zamanda bizim hər həftə monitoringdən mini sınaqlarımız və ümumi sınaqlarımız təşkil olunur ki, orada da iştirak edərək öz nəticənizi ölçmüş ola bilərsiniz. Növbəti izahlarda görüşənədək hələlik.